dövlətin təhsil sistemində rus dilli məktəblərin məsələsi də açıqdır və onu həll etmək lazımdır. O məktəblər artıq milli məktəblər statusunda olmalıdır. Rus dili xarici dil statusundan o tərəfə çıxmamalıdır. Rus dili xarici dil statusunda olmalıdır yalnız. Və xarici dil kimi də ingilis dili, alman dili, başqa dillər, dövlət məktəbləri olmalıdır yoxsa? Dövlət bütün məktəblərin hamısı. Rus dili də. Rus dili məktəblərdə xarici dil statusunda olmalıdır. Azərbaycanda mən sizə bir şey deyim, Azərbaycanda ümumiyyətlə rus dili məktəbi yoxdur. Azərbaycanda məktəblərin nəzdində rus bölməsi var. Bəli. Amma ümumilikdə bir məktəb rus dili məktəbi deyil. Yoxdur elə bir məktəb Azərbaycanda. Lakin rus dili Azərbaycan dilə paralel keçirilir. Bu doğru deyil. Rus dili xarici dildir. Xarici dili statusunda da tədris olunmalıdır. Yaxşı, sektor olaraq olmalıdır yoxsa? Xeyr, sektor olaraq bizdə varmı ingilis dili sektoru? Varmı alman dili sektoru, fransız? Bu yalnız özəl və bələdiyyə sektorunda ola bilər. Qalan hallarda dil tədris olunmalıdır yalnız və yalnız xarici dil statusunda. Onun ədəbiyyatı, onun tarixi və s. tədris olunmamalıdır.